Məncə burada Rusiyanı sakitləşdirmək cəhdləri var. Amerikanın köhnə administrasiyası da, indiki administrasiya da Rusiyanın nüvə silahından istifadə etmə təhlükəsini, riskini göz önünə alaraq bəzən belə yumşaq bəyanatlar verirlər. Amma bütün hallarda müharibənin gedişi həm də Amerikanın xeyrinədir. Amerikanın təsəvvür edin ki, mən son vaxtlar bir maraqlı açıqlamaya rast gəldim. Hardasa qazancları bir neçə yüz dəfə artıbdır. 250 yaxud milyard və yaxud ondan artıq Rusiyanın hərbi, daha doğrusu Amerikanın hərbi sənaye kompleksi qazanc götürübdür. Yəni əslində bu müharibənin davam etməsi həm də Amerikanın varlanması deməkdir. Amerikanın müəssisələrinin, zavodlarının qazanması deməkdir. Son vaxtlar xüsusilə bu rüsum savaşı Amerikada bir xeyli problemlər yaradır. Təsəvvür edin ki, elə bir federal məmurların ixtisarı hardasa bir 120 min insan ixtisar olundu. Yəni işsizlik var, müəyyən qədər ölkədə hətta resesiya ola bilər deyirlər. Yəni bu əslində Trump administrasiyası üçün də müəyyən risklər yaradır. Yəni bu işsizliyin artması, narazılığın yaranması o qədər də administrasiyanın aralı seçkilərdə artıq məğlubiyyətini göz önünə gətirir. Amma müharibə davam edəcəksə, Amerikada silah satacaqsa, üstəlik də artıq bu silahı öz pulu ilə özünə deyil, Avropalıların pulu ilə bu silah satışını həyata keçirəcəksə, o halda zaten bu Amerikanın da xeyrinədir. Yəni onlar ola bilsin biraz ritorikanı yumuşaq eləsinlər, indi 6 ay müddət desinlər və s. İndi 6 aydan sonra bir növbəti 6 ay içində yəqin tam-out istəyəcəklər. Yəni bütün hallarda mən düşünürəm ki, müharibə davam edəcəksə, Amerika bu müharibədən ən azı qazanmaq, heç olmasa pul qazanmağa çalışacaq, özün silah sursatını satmağa çalışacaq. Bu da sürülən müharibənin uzanmasına təbii ki, gətirib çıxaracaq.